İşlədiyim yerdə müdiriyyət məni xəbər vermədən Sokraşeniyaya, ixtisara salıb. Hansı hüquqlarım var? Əmək məcəlləsinə əsasən işçinin işəgötürən tərəfindən ixtisara alınması zamanı işəgötürən işçiyə həm onun iş stajına, müddətinə uyğun olaraq kompensasiya ödəyir, həm də xəbərdarlıq müddəti ərzində əvvəlcədən bir xəbərdarlıq müddəti verir ki, həmin işçi həmin dövrdən istifadə edə bilər, istifadə etməyib onun əvəzinə əlavə kompensasiya da ala bilər. Əgər xəbərdarlıq müddətinin axımı gözlənilirsə, işəgötürən hər həftənin bir günü işçiyə yeni iş axtarışı üçün şərait yaratmalıdır. İşəgötürən işçinin ixtisara salınmasıyla da bağlı ümumi olaraq Dövlət Məşğulluq Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məşğulluq haqqında qanuna əsasən ixtisar prosesi ilə əlaqədar məlumat verməlidir. Burada ən əsas diqqət yetirilməli məqam ondan ibarətdir ki, iki halı qeyd edəcəyəm. İşçinin hüquqları necə pozula bilər? Ona kompensasiya verilə bilməz, xəbərdarlıq müddəti verilməz və ya ona xəbərdarlıq müddəti ərzində iş axtarışı üçün şərait yarada bilməz, yekun ixtisar əmri ilə tanış edilə bilməz. Bu kimi hallar işçinin hüquqlarının pozulmasıdır və işçi bu hallarda məhkəməyə müraciət edərək əmrin ləğvi, ixtisar əmrinin ləğvini, doğru desək, ixtisar əmrinin ləğvini tələb edə bilər, işə bərpa tələb edə bilər və keçmiş dövr üzrə əmək haqqı, həmçinin həmin əmək haqqıya əlavə olaraq, gündəlik olaraq dəbbə pulunun ödənilməsini tələb edə bilər. Belə deyək, burada ən əsas şiddətlə tövsiyə edəcəyim məqam ondan ibarətdir ki, işçi nə istədiyini birinci müəyyən eləsin. Bunun bir hüquqşünasla, ən əsas vəkillə, bu sahədə ixtisaslaşmış vəkillə bir müzakirə eləsin. Niyə? Çünki əgər o işəgötürən barəsində inzibati xətaya dair tənbih tədbirinin tətbiqini istəyirsə, bu zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə müraciət etməsi məqsədə müvafiqdir. Yox, əgər öz hüquqlarının bərpasını istəyirsə, bu zaman hökmən ilk öncə mediasiya, daha sonra məhkəməyə müraciət etməlidir. Bəzən vətəndaşlar, yəni işçilər işdən çıxarılandan sonra qanunsuz belə çıxarılsalar, müraciət edirlər əmək müfəttişliyinə. Əmək müfəttişliyi məsələni araşdırır. Yekunda işəgötürənin həqiqətən də qanun pozuntusu elədiyini aşkara çıxararaq onun barəsində inzibati xəta törədilməsindən bağlı inzibati tənbih tətbiq eləsin. Lakin bu hər bir ehtimalda işçinin hüquqlarının bərpası demək deyil. O aradakı bir aylıq iddia müddəti ötdükdən sonra işçi məhkəməyə müraciət eləsə də belə məhkəmə işəgötürənin ərizəsi əsasında iddia müddətinin ötdüyünü əsas götürərək işçinin iddiasını rədd edəcəkdir. Belə olan halda işçinin hüquqları bərpa olunmur. Yəni buna görə şiddətlə tövsiyə edirik ki, əmək müfəttişliyinə müraciət olsa da belə paralel olaraq mediasiya və məhkəmə qaydasında əmək mübahisəsindən əlaqədar iddia qaldırılsın.